Hər vaxtınız xeyir olsun. Bu günlərim qozlu rulet hazırlayacağıq. Bunun üçün bizə xəmiri artıq hazırlamışam. Videonun aşağı hissəsində olacaq. Xəmirə gedən ərzaqlar şəkərbəranın içi kimi qoz, eyni şəkərbəranın içərisində necə ediriksə elə qoz pesokla qarışdırılmış bir yumurta kətənin üzəri üçün və az miqdarda semiçka yağı da ola bilər, əridilmiş kərə yağı da ola bilər. Kətənin arasında sürtməyədir. İlk növbədə xəmirimizi kündələrə ayırıb yayırıq. Xəmiri yaydıq. İndi yağla vururuq bura ki, içliyimiz yaxşı yapışsın, tökülməsin içərisindən kəsərkən. Yağladıq xəmiri, indi isə yayırıq içliyin. Yaydıq, içliyi də indi bükürük. Büktük, indi isə kəsirik. Belə bir bıçaqla yanakı kəsirik.